Bugün ədəbiyyatımızda bu vaxta qədər keçdiyimiz əsərlər ancaq lirik və epik növdən daxil idi. Amma bu günləri ilk dəfə dramatik növə aid janr keçiriləcək, yəni komediya keçiriləcək. Düzdür, yadda saxlayın, bəzən təhlillə bağlı bəzi məsələlər deyim. Birinci keçəcəyimiz komediya ədəbiyyatımızda birinci komediya deyil. Ədəbiyyatımızda ilk dram əsəri, ilk komediya, hekayəti Molla İbrahim Xəlil kimyagərdir. Yəni odur. Amma sadəcə indi keçəcəyimiz əsər isə o əsər ədəbiyyatımızda ikinci komediyadır. İkinci, yəni dram əsəridir, belə deyək də. İkinci pyesdir. Ona görə belə şeylərə diqqətli olun. Və keçəcəyimiz əsərin adı, tam əsərin adı belədir. Hekayəti Monsieur Jordan, Həkimi Nəbatat və Dərviş Məstəli Şah, Cadükuni Məşhur. Adı belə gedir. Yəni əsərin tam adı belədir. Bir balaca bunlardan danışım, elə ümumi təhlil kimi deyək. Birincisi yadda saxlayaq ki, əsərdə iki nəfərin adı və iki baş qəhrəmandan söhbət gedir. Monsieur Jordan. Monsieur Jordan əslən fransızdır. Yəni Parislidir. Yəni Frəngistan, kitab cümləsi ilə desək, Frəngistandandır. Yəni Fransadandır. İkinci obrazımız, ikinci baş qəhrəmanımız adlanır Dərviş Məstəli Şah. Dərviş Məstəli Şah isə əslən İrandandır. Yəni İranlıdır. Və burada iki dənə baş qəhrəmanın mübarizəsindən söhbət gedir. İki baş qəhrəmanın mübarizəsindən söhbət gedir. Bunların mübarizəsi nədir? Bu iki baş qəhrəman biri yeniliyi təmsil edir. Monsieur Jordan yeniliyi təmsil edir. Nəbatat alimidir. Nəbatat o deməkdir ki, yəni bu adam otlarla, yəni bitkilərlə, çiçəklərlə işləyən bir adamdır. Yəni bioloq da deyirik də biz buna. Bioloqdur, nəbatat alimidir və yaxud yadınıza düşürsə Azərbaycan dilində flora da deyirdik. Bitkilər aləmi. Yəni bu belədir. Bir də bizim bu dərvişimiz var, Dərviş Məstəli Şah. Bu da cadugərdir. Əsərin adına baxsaz, Cadükuni Məşhur gedir. Yəni məşhur cadugər. Deməli, əsərimizdə bir obraz, əsərin baş qəhrəmanlarından biri. Monsieur Jordan yenilikçidir, alimdir, maarifpərvər insandır. Əsərimizin digər qəhrəmanı isə köhnəliyi təmsil edir, nadanlığı təmsil edir. Burada bəzi hələ əsərin süjet xəttindən keçməmiş bəzi məsələləri deyil. Nadanlıq nə deməkdir? Avamlıq deməkdir, gerilik deməkdir. Əsərdə nadanlığın təmsil edir, Dərviş. Sonra əsərdə ətaləti təmsil edir. Bəzən ətalət deyəndə uşaqlar, çox şagirdimiz ətalət sözünü soruşur. Ətalət sözü bir fizikada keçirlər. Bizim təbii ki, burada fiziki termini yəni keçmirik. Bir də ətalət sözün mənası tənbəllik deməkdir, süslük deməkdir. Oldu, ətalət sakitlik deməkdir, süslük deməkdir, tənbəllik deməkdir. Ətalət sözün mənası belədir. Və nəhayət Dərviş Məstəli Şah bir də fanatizmi, belə deyək də, fanatizmin pislənilir əsərdə. Fanatizmin güya tərəfdarıdır burada. Fanatizm nə deməkdir? Uşaqlar, fanatizm sözü daha çox dinlə bağlı olandır da. Siz dinlə bağlı eşitmişsiniz, amma fanatizm sözünün bu günlərin mənasını sizə deyim. Biz daha çox işlədirik dinlə bağlı, amma fanatizm dinlə də bağlı ola bilər. Fanatizm bağlı ola bilər, siyasətlə də ola bilər, idmanla da ola bilər, xüsusilə son illər futbolla bağlıdır. Sonra ola bilər, insanla da ola bilər. Fanatizm o deməkdir ki, ya bir adamı, ya siyasətdə, ya ideyada, ya məzhəbdə kiməsə kör-körana inanmaqdır. Yəni məntiqsizcəsinə kiməsə inanmaqdır. Və yaxud son illər görmüşsünüzsə, idmanda bir də görürsünüz, elə adam var ki, heç ailədə qohumların adını bilmir, amma bütün futbolçuların adını bilir. Axşamacan futboldan bəhs edilir. Bu da fanatizmdə, həddən artıq necə gəldi kör-körana, nəyəsə inanmaq, nəyəsə belə deyək də, bağlanmaqdır. Kör-körana ha, söhbət buna diqqətlə qulaq asaq, kör-körana bağlıdır. Təbii ki, dində də bu var. Kimdənsə qaydanı eşitirsən, onu araşdırmadan ona inanırsan. Əsərdə fanatizmdə təbliğ olunmur. Fanatizm tənqid olunur. Bu əsərdə, süjet xəttinə gələcəm, bu əsər ədəbiyyatımızda ilk əsərdir ki, dramatik növdə ilk əsərdir ki, qadın obrazı var. Deməli, bundan əvvəl dramatik növdə yazılan əsərimizdə hekayət-i Molla İbrahim Xəlil kimyagərdə heç bir dənə də qadın obrazı yoxdur.
ədəbiyyatımızda birinci əsər ki, qadın obrazı dramaturgiyada. Qadın obrazı məhz bu əsərdədir. Bununla yadda saxlayaq. Gəldi əsərin sujet xəttinə. Əsərin deməli başlanğıcı belə başlayır. Əfradi, əhli, məcalis. Əfradi, əhli, məcalis. Kitabda da oxuyanda görərsiniz. Görək bu nə deməkdir? Əfradi, əhli, məcalis, məclisdə iştirak edənlər, pərdədə iştirak edən adamlar deməkdir. Görək burada kimlər iştirak edir? Bir, əsərimizin baş qəhrəmanlarından biri deyək, Hatəmxan ağadır. Hatəmxan ağanın 65 yaşı var. Yaşlarına da diqqət edin. Hatəmxan ağanın 65 yaşı var. Bu özünün təsadüfatı var. Özünün ilxısı var, özünün sürüsü var. Ailəsini yaxşı idarə edir. Təsarrüfatını yaxşı idarə edən adamdır. Hatəmxan ağa. Burada da yəni şəkil verilir, yəni filmdən şəkilidir. Bu kişi yəni özü işləyən bir insandır və təsarrüfatını yaxşı idarə edən adamdır. Yaxşı idarə edən adamdır. Bu kişinin belə deyək, özü də qonaqpərvərdir. Bunu da yadda saxlayaq. Xeyirxah adamdır, amma bir balaca xasiyyəti yumşaq təbiətlidir. Xasiyyəti bir balaca yumşaqdır. Bu kişinin niyəsinin qarşıda deyəcəksiniz. Bu bir. Sonra əsərdə söhbət gedir Hatəmxan ağanın həyat yoldaşının adı Şəhrabanudur. Adam adlarını yadda saxlamağa çalışaq. Həyat yoldaşının adı nədir? Şəhrabanu. Həyat yoldaşının 45 yaşı var. Yəni, belə deyək də, özü ilə yoldaşı arasında 20 yaş fərq var. Bu ikincisidir. Sonra bunun 2 dənə qızı var bu kişinin. Hatəmxan ağanın. Böyük qızının 16 yaşı var. Böyük qızı adı Şərəfnisədir. Balaca qızının adı Gülçöhrədir. Onun 9 yaşı var. Təxmini yaşları yadda saxlayın. Qarşıda bir neçə dəfə təkrar edərəm. Deməli, bu Hatəmxan ağanın 2 dənə deməli qızı var. Bir həyat yoldaş, bunu da dedik. Və bir də ki, böyük qızı, 16 yaşlı qızının nişanlısı var. Nişanlısı da öz əmsin oğludur. Öz əmsin oğludur, əmsin oğlu Şahbaz bəydir. Şahbazın da 22 yaşı var. Şahbaz bəyində. Yəni, nişanlısının 16, Şərəfnisənin. Özünün isə 22 yaşı var bunun. Şahbaz bəy. Sonra əsərdə iştirak edən növbəti surətimiz baş qəhrəman sayılır Monsieur Jordan. Monsieur Jordan, görürsünüz, Monsieur. Monsieur Jordan fransızdır, Parisdən gəlib. Bura qonaq gəlib. Yəni, Qarabağa qonaq gəlib. Monsieur Jordanın 40 yaşı var. Monsieur Jordanın neçə yaşı var? 40 yaşı var. Və əsərimizdə göstərilir ki, burada növbəti bir qəhrəmanlardan biri Baba Dərvişdir. Dərviş Məstəl Şahdır. Dərviş Məstəl Şahın 50 yaşı var. Onun şairdir, şagirdir, Qulaməlinin 30 yaşı var, 30 yaşlıdır. Və nəhayət əsərimizdə burada qalan surətlər, onu da dedik, bəncə qalan bir surətlərimiz qalmadı. Deməli, başladıq belə. Hatəmxan ağanın 65 yaşı var. Sonra yoldaşı Şəhrabanının 45 yaş var, aralarında 20 yaş fərq var. Sonra qızının, böyük qızı Şərəfnisə adı yadda saxlayın, 16 yaş var. Gülçöhrənin 9 yaş var. Qardaşı oğlunun, Hatəmxan ağanın qardaşı oğlunun 22 yaş var. Şahbaz bəyin 22 yaş var. Bu 5. Bir də Xampərini də deyəcəm. Bir də Xampəri adlı obraz var. Xampəri kimdir? Xampəri burada Şərəfnisənin böyük qızının, Hatəmxan ağa böyük qızı Şərəfnisənin dayəsidir. Bunun da 40 yaşı var. 40 yaşlı bir nəfərdə dedi. Monsieur Jordan. Monsieur Jordan'ın da 40 yaşı var. Yəni əsərimizdə 2 obrazın 40 yaşı var. Yaşlarını da yadda saxlamağız, yəni heç bir ziyanı olmaz. Gəldi sujet xəttinə. Əsər başlayır remarka ilə. Əsər 4 məclisdən ibarətdir. Pərdə də deyə bilərsiniz, hissə də deyə bilərsiniz. Kitabda məclis gedir. Əsər 4 məclisdən ibarətdir. Əsərin dili sadədir. Əsər remarka ilə başlayır. Remarka nədir? Remarka bilirsiniz ki, yalnız nəsrindən olur. Remarkada müəllif, əsərin müəllifi burada əsərdə olan rejissora, obrazlara, tamaşada olan rejissora, obrazlara göstərişidir. Əsərin sujet xətti nə ilə başlayır?
Əsərin süjet xəttində göstərilir ki, hadisələr Qarabağda baş verir. Qarabağ vilayətində. 1263-cü ildə baş verir. Digər uşaqlar, doğrudan bu 1263-dür uşaqlar. Bu 1263 Hicri qəməri tarixdir. Yəni Hicri qəməri tarixi bilirsinizsə, yəni ərəblərin, Peyğəmbərimizin həyatı ilə bağlı olan təqvimdə bilirsiniz. Məsələn, indi də Ərəbistanda həmin tarix götürülür. Təxminən 1344-45-ci il səhv eləmirəmsə. Yəni deməli hadisələr 1263 dediyi təxminən uşaqlar 19-cu əsrə aiddir. Elə bilməyəm 1263-cü ilə aiddir. 1263 Hicri qəməri tarixdir, yəni ay təqvimi ilə bağlıdır. Bizim tarixlə götürüləndə neçənci əsrdə? 19-cu əsrdir. Hadisələr 19-cu əsrdə baş verir. Və yaxud kitab cümləsində isə 1263-cü ildə baş verir. Əsərdə göstərilir ki, Qarabağ vilayətində 1263-cü ildə hadisələr Təklə Muğanlı obasında baş verir. Göstərilir ki, burada Hatəmxan ağanın damıdır. Kitabda dam yazıb, dam ev və yaxud otaq mənasındadır. Hatəmxan ağanın mülküdür və burada göstərilir ki, Hatəmxan ağanın böyük qızı Şərəfnisə 16 yaşlı qızdır. Yun darıyır. Yun daramaq məsələsini yadda saxlayın. Birinci məclisi danışıram. Yun darıyır. Yun darıya ahəstə ağlayır, ahəstə ağlayır. Yavaş-yavaş öz üçün ağlayır. Bunun balaca bacısı, Şərəfnisənin balaca bacısı Gülçöhrə. Gəlir bacısından soruşur ki, niyə ağlayırsan? Bacısı deyir ki, yer itir rəhmur gəlsin ki, bunu itəliyir. Bunu balaca bacısını itəliyəndə bacısı Gülçöhrə yerə yıxılır. Bacısı yerə yıxılır və başlayır ağlamağa. Deyir ki, gedib mamma deyəcəm, bizdə deyirlər, yəni gedib anama deyəcəm kitab cümləsi. Gedir anasına deyir, Gülçöhrə, balaca qız, gedir anasına deyir, görək anası gəlir. Bizdə də artıq diyaloqlara başlayıram. Anası gəlir, Şəhrəbanı gəlir, Şəhrəbanın 45 yaşı var idi. Yaşların deyirəm ki, burada əzbərləyə bilərsiniz. Şəhrəbanın 45 yaşı var idi, Şəhrəbanı gəlir. Çox ötkəm, yaman qadındır. Şəhrəbanı gəlir, görək qızına nə deyir? Deyir, Şərəfnisə, ağlamaq nədir? Ağlamaq nədir deyir? Ağlamaq deyir, nəyinə gərək deyir, ağlamaq nədir deyir? Yəni, sən nədir, ağlamaq nədir? Şükür Allaha ki, atan sağ, anan sağ, sayır arvad, qıza deyir. Ağlamaq deyir, nəyə gərək deyir? Niyə ağlayırsan? Şükür Allaha, atan sağ, anan sağ, gözəl göyçək, nişanlın da, göz adaqlın da, kitab cümləsində, adaqlın da gözün qabağında, 3, yeməyin bol, geyməyin bol. Neçə şey dedi belə deyək? 5 dənə. Görək qız nə deyir? Qız gözü yaşı silir, qız deyir ki, qız burada yalandan anlayır. Deyir, ana deyir, valla ağlamırdım. Hətta kitabın orijinal variantında bütöv hissəsində dayısını da canına and içir. Deyir ki, orada da deyir, amma bizdə kitabda deyir ki, valla ağlamırdım. Anası da deyir ki, ana, valla ağlamırdım. Deyir, nə olub ki mənə? Atam sağ, anam sağ, nə olub ki, niyə ağlayım? Bir dəfəli demədi, araqlısın demədi. Arvad da yaman arvaddır. Arvad da buna deyir ki, bəs niyə demirsən ki, adaqlım gözümün qabağındadır? Bundan buna deyir. Bu da deyir ki, kimin adaqlısı? Qız soruşur tərsən. Deyir, kimin adaqlısı? Arvad buna Şəhrəbanı, ana deyir ki, nətər kimin adaqlısı? Bəs deyir, əmin oğlu Şahbaz kimin adaqlısıdır? Özdə deyir, 20 gündən sonra, neçə gün? 20 gündən sonra deyir, toy olacaq deyir. Elə bir, atan deyir, elə bir toy eləyəcək deyir. O bütün Qarabağda səslənəcək, səs sədası gələcək. Hətta deyir, İsrağa gün, yadda saxlayarsınız, işarələyərsiniz. İsrağa gün atan Zərdablı aşnası, Zərdablı Qurban bəyə adını işarələyərsiniz bir yerdədir. Zərdablı Qurban bəyə kağız yazmışdı, yəni kağız məktub.
məktub yazmışdı ki, Şamaxı cəngçilərinin, cəngçi yəni musiqiçilərin, manistlarda belə deyək öz dilimizdə, Şamaxı cəngçilərinin vədəsini alıb toya çağırsın. Deməli, burada 20 gündən sonra toyda, Qarabağda hansı musiqiçilər olacaq? Şamaxı musiqiçiləri olacaqdır. Bunu arvad bizə, yəni Şəhrabanu deyir, ana Şəhrabanu deyir. Və qız da qayıdır ki, təzədən, baxın qıza, qız deyir ki, ana deyir, atam deyir, toy tədarükü kimə eləyir deyir, Şahbaz bəy gedir. Yəni Şahbaz gedir, nişanlısı Şahbazda, Şahbaz gedir. Arvad deyir ki, nə hara gedir deyir. Şahbaz hara gedir? Kiminlə gedir? Hara gedir? Kiminlə gedir Şahbaz bəy? Bunu soruşur qızdan. Qız da təbii ki, nə cavab verəcək? Ana da buna təzə yenidən qayıdır, deyir ki, mən indi bildim ki, sən ağlayırmışsan. Ağlamağı indi bildim. Həqiqətən deməli ağlayırsan. İndi də qızın dərdini dedi. Şahbaz bəy gedir harasa. Mən deyir, indi bildim ki, sən ağlayırsan. Qız uşağının kitab cümləsidir. Qız uşağının deyir, ağlı olmazmış deyir. Gözünün yaşı deyir, əlin içində olarmış deyir. Sən deyir, öz yanından zad bırakma, kitab cümləsidir. Sən öz yanından zad bırakma deyir, özündən demə. Şahbaz hara gedir, kiminlə gedir? Və ana bundan soruşur ki, Şahbazın getməyin sənə kimdir? Qız Şərəfnisə qayıdır deyir ki, özü deyib mənə. Yəni Şahbaz bəy özü deyib ki, mən gedirəm. Arvad bundan təzədən soruşur, yenidən soruşur arvad bundan. Deyir ki, buna təzədən, yenidən. Deyir ki, yaxşı, özü gedir. Hara gedir? Qız buna deyir ki, adı deyir, dilmək yovuşmur. Adı baxsın deyir. Firəngəmi gedir, Parisə mi gedir? Arvad deyir ki, kiminlə gedir bəs? Qız Şərəfnisə buna deyir ki, bizim qonağımız Monsieur Jordanla gedir. Və bu arvad Monsieur Jordanın adını eşitib bildirir. O bizim çör-çöp döşürən. Döşürən burada yığan deməkdir. Diyalekt sözdür. Döşürən yığan deməkdir. O çör-çöp döşürən deyir, yəni qonağımızla gedir, buna soruşur. Və deyir, o kimdir ki deyir, o qonağımız deyir, kimdir ki deyir, Şahbazı aparsın. Bəyəm Şahbaz deyir, yolun azıb deyir. Şahbaz yolun azıb hara gedir deyir firəngə. Görək bu nə cavab verir. Şərəfnisə deyir ki, Şahbaz deyir, cahil adamdır. Yəni gənc adamdır, cahil adamdır. Monsieur Jordan ona bəzi şeylər deyib və dediyi sözlərdən biri belədir ki, güya Parisdə, belə deyək, qız deyir anasına, Şahbazın getmək səbəbini deyir. Güya Parisdə qızlar, gəlinlər, kişilərlə bir məclisdə olardı. Yəni deyərdi, gülərdi, üzü açıq oturardı, yəni üzü açıq çarşafsız deməkdir. Çünki müsəlman ölkələrində çarşaf 20-ci əsrə qədər, yəni Azərbaycanda da 20-ci əsrə qədər, yəni məcburi taxılır. Artıq 20-ci əsrin əvvəllərində yavaş-yavaş dəyişməyə başlayır. Ona görə üzü açıq kitabda görürsünüz, çarşafsız deməkdir. Oldu, çarşafsız deməkdir. Və deyir ki, orada qızlar, gəlinlər özü də çarşafsız oturardılar, üzü açıq oturardılar. Yəni kişilərlə, oğlanlarla söhbət edərdilər də açıq şəkildə. Belə deyək. Ona görə gedir. Burada arvad əsəbləşir. Arvadın əlində nəsə var idi. Həmin vaxt arvad yadca salıb Şərəfnisə nə işlə məşğul olurdu? Yun darıyırdı. Amma Şəhrabanın da əlində corab toxuyurdu. Toxuduğu corabı atır yerə. Arvad əsəbləşir. Toxuduğu corabı atır yerə. Balaca qızın 9 yaşı var idi. Yadca düşür. Balaca qıza deyir ki, Gülçöhrəyə, get deyir, Şahbaz digər damdadır. Burada dam otaq mənasındadır. Ola bilər ki, belə bir suallar da düşər, bunu da deyim. Hadisələr ikinci damda, ikinci otaqda baş verir. Şərəfnisənin olduğu yer, yəni bu arvadın da, Şəhrabanın arvadın da gəlib olduğu yer ikinci damdır, yəni ikinci otaqdır. Və arvad da deyir ki, Şəhrabanın da deyir ki, bəs git Gülçöhrəyə deyir, Şahbaz bəyi çağırırsan, gəlsin. Şahbaz bəy gəlir. Gülçöhrə gedir, çağırır, Şahbaz bəy gəlir. Şahbaz bəy gəlir, görək nə deyir. Şahbaz deyir ki, xeyr ola əmi dostdur.
Yəni düzdür, əmin yoldaşına əmi dostu da deyirlər. Gəlin bacı da deyirik, əmi dostu da deyirik. Deyir, xeyrola əmi dostu deyir. Nə var? Xeyrola. Arvad, bayaq dedim, axı ötkəm arvad idi. Şəhrəbanu. Şəhrəbanu buna deyir ki, yəni qızının nişanlısına, adaxlısına deyir ki, Şahbaz, eşidirəm ki, Parisə, Firəngistana gelsə. Bu necə sözdür? Şahbaz buna deyir ki, əmi dostu, gedərəm də, qaydaram da. Hətta deyir, gedəndə deyir, Paris qızlarının başına örtdüyü təzəkilərdən, baş örtüsü, təzəkilərdən şərəflisi içində alaram. Arvad bayaq dedim, axı ötkəm arvad idi. Şəhrəbanu. Şəhrəbanu buna qayıdır, Şahbaza deyir ki, sən öz başınasan, sənin atan yerində bir böyüyün yoxdur. Şahbaz bəyi, yəni Şahbazı əmsi saxlayıb. Yəni atası anasından söhbət getmir bizdə. Kim saxlayıb uşaqdan? Əmsi saxlayıb. Ona görə arvad buna belə deyir. Deyir ki, öz başınasan, yoxsa sənin deyir, atan yerində bir böyüyün var. Bu deyir ki, əlbəttə deyir, mənim deyir, əmimdən rüsxət, izin almamış, getmərəm deyir. Mənim izinimi də rüsxətimi, rüsxət uşaqlar izin demək, onu yadda saxlayır. Mənim deyir, izinimi, rüsxətimi deyir, özü deyir, Monsieur Jordan əmimdən alacaq. Əmimdən alacaq, yəni Hatəmxan alacaq. Arvad görür ki, da buna heç sən deyənməz, arvad deyir ki, get bala. Get deyir, mən bu dəqiqə deyir, Hatəmxan ağanı çağırtdırıram, görək, Monsieur Jordan kimdir ki deyir, onun qardaşın oğlunu tovlaşdırıb aparsın. Mən Monsieur Jordana bir toy tutaram ki deyir, gəldiyi yolu da unudar, Parisi də unudar deyir. Anladın mı? Ürkəm arvaddır. Və Gülçöhrəni çağırır yenidən, Gülçöhrəyə deyir ki, get, atan damın dalında, yəni evin dalında belə deyək də, evin arxasında. Evin belə deyək, damın arxasında, evin arxasında çobanlarla danışır. Kim ilə danışır? Çobanlarla danışır. Onu çağır gəlsin. Gülçöhrə gedir. Və burada əsərimizin birinci məclisi bitir. Əsərimizin birinci məclisi bitir. Gəldik ikinci məclisinə. Məclisləri ardıcıllıqla yadda saxlayın, xronoloji ardıcıllıq bizdə düşür, belə deyək də. Yəni, hadisələrin ardıcıllığı, sujet xəttinin ardıcıllığı düşür. İkinci məclisdə nədən söhbət gedir? İkinci məclisdə göstərirlər ki, yenə həmin damdır, yəni həmin otaq, həmin evdir. Otaqda düzənib kilim, düzülüb. Kilim, yəni xalça, gəbə. Xalça, palaz, bizim dilən desək. Müxtəlif əşyalar düzülür. Bir tərəfdə də yağ dərilər var idi. Bir tərəfdə digər məsələlər var idi. Un çuvalları var idi. Və başda oturub Hatəmxan ağa. Başda oturub Hatəmxan ağa. Hatəmxan ağa ən başdadır. Yəni, məclisin başındadır. Hatəmxan ağadan, sağ tərəfdə arvad oturub. Yəni, yoldaşı Şəhrəbanu oturub. Belə oturmur, ki, yəni nəzarət eləsin, belə deyək. Sağ tərəfdə oturub arvadı, Şəhrəbanu. Özdə Samitdir yanım. Uşaqlar, Samit səssiz deməkdir. Kitabda oxuyanda Samit nə deməkdir? Səssiz. Səssiz oturub arvadı. Hatəmxan ağı ilə üzbəyüz, onun müqabilində, kitab cümləsi müqabilindədir. Onunla üzbəyüz oturub Şahbaz bəy. Əlində silaha dayıyıb, müntəzir, dayanıb ki, görüm əmim nə deyəcək. Onun da sol tərəfində, Şahbazın da sol tərəfində ayağın üstünə aşırıb oturan Monsieur Jordandır. Parisli alim. Monsieur Jordandır. Qarşıda bunun təhlilini danışacağım, işləyəcəksiniz. Monsieur Jordandır. Ayağın üstünə oturub, ağzında da, dodaqları arasında da təmbəkidir. Təmbəki nədir? Tütündür. Tütünü doldurub kağıza çəkir də, yəni siqaret deyək də bugünkü dillə. Təmbəki, amma kitab cümləsində öyrənək. Təmbəki çəkir, qulaq asırlar. İlk cümləni başlayır Hatəmxan ağa. Üzün tutur Monsieur Jordana. Deyir, həkimi sahib. Həkim yəni hər şeyi bilən, alim.
Həkimi sahibdir. Həkimi sahib. Eşidirəm ki, bizim Şahbəz bəyi Parisə aparırsan. Bu necə sözdür? Monsieur Jordan buna cavab olaraq deyir ki, deyir, bəli. Mən özüm sizə deyəcəkdim, deyir. Bəli. Mən özüm deyir, sizə deyəcəkdim. Mən özüm sizə deyəcəkdim, deyir ki, yəni mən aparmaq istəyirəm. Və burada deyir ki, mən öz öhdəmə götürürəm ki, Monsieur Jordan deyir, Hatəmxan ağayan, mən öz öhdəmə götürürəm ki, kitab cümləsində uşaqlar oxuyanda təəhhüd oxuyasınız. 2ə, 2h. Deyir, mən öz öhdəmə götürürəm ki, Şahbaz bəy aparacam Parisə, ona fransız dili öyrədəcəm və yola salacam. Bu Monsieur Jordanın cavabıdır. Hatəmxan ağa başa düşür. Üzün çevirir, yəni belə deyək də, üzün onsa müqabilində, qarşılığında oturmuşdu. Birinci Monsieur Jordana dedi, sonra üzün çevirdi bu izə. Şahbaza. Deyir, Şahbaz, Firəngistana, Parisə getmək istəyərsən, bu necə sözdür? Yəni, bu nə işdir? Şahbaz bəy deyir ki, əmi deyir, əgər icazəniz, rüsxət icazədir. İcazəniz olsa, gedərəm də, gələrəm də. Kişi bundan soruşur ki, niyə gedirsən? Yəni, gedmək səbəbin nədir? Bu da deyir ki, gedmək səbəbi Firənc dilin öyrənməkdir. Kişi bundan Hatəmxan ağa soruşur ki, Firənc dili sənin nəyinə lazımdır bala? Axı sən dövlət aliyyəmizin şəfqətindən, yəni dövlətimizin şəfqətindən açılan mədrəsələrdə türk, rus, ərəb, fars dillərin öyrənmisən. Deməli, Şahbaz bəy neçə dil bilirdi? 4 dil bilirdi. Hatəmxan ağa deyir, yəni sən dövlətimizin açdığı mədrəsələrdə 4 dili öyrənmisən. Fransız dili nəyinə gərəkdir? Görün Şahbaz bəy nə deyir? Şahbaz deyir ki, əmi deyir, bildir, şarəliyər sorda, bildir, Tiflisə deyir, mənə arx çəkdirmək üçün, çıxartmaq üçün, su arxı. Su arxı çıxartmaq üçün məni icazə üçün Tiflisə göndərmişdim, bildir. Həmin vaxtı Allahverdinin oğlu Tarverdi həmin məclisdə hamıdan başdaydı, yəni məclisi o aparırdı. Halbuki Tarverdi 2 dənə dil bilirdi. Yəni biri türkcə dilin, yəni öz dilimizi, bir də Firənc dilini, yəni fransız dilini bilirdi. 2 dildən başqa dil bilmirdi. Ona görə getmək istəyirəm. Kişi buna deyir ki, bala, bir dil artıq bilməklə ağıl artmaz. Gərəksən 1000 dil ilə, yəni bir dil ilə, müxtəlif dillərlə, dil burada məcazi mənadadır. Bir dil ilə həmin zəmanənin müxtəlif xalqlarının xasiyyətindən, adət ənənələrindən xəbərdarın olsun. Şahbaz deyir ki, əmi, mən qanmıram ki, sən axı Parisdə olmamsan da, kişi Parisdə olmuyor. Sən yəni Parisdə olmuyor. Necə Paris xalqının adətindən xəbərin olar? Bu cümləyə diqqət edin uşaqlar. Bir dənə haşiyə çıxın, bizdə də belə deyir. Bir də görürsünüz, Yaponiyada olmayıb, Yaponiya haqqında fikir deyir. Sən nə bilirsən, Yapon xalqın içində olmuşsan, yox. Bu cümləyə bir dənə fikir verin. Burada da əmsinə deyir ki, deyir, əmi, mən qanmıram ki, deyir, sən Paris xalqının adət və xəbbasından necə məlumatlı ola bilərsən? Yəni, axı Parisdə olmamsan, axı. Hatəmxan ağa belli, bala, bu dəqiqə mən səni qandırıram. Yəni, başa salım da kitab cümləsi elədir. Deyir ki, Şahbaz deyir, bizdə nə qədər adətlər varsa deyir, onların ta əksi Paris xalqında var. Məsələn, indi görə kişi nə deyir? Məsələn, biz əlimizə həna qoyarıq. Amma Parislilər qoymazlar. Biz başımızı qırxarıq. Yəni, başımızı qırxmaq deyil, yəni saçımızı qırxarıq. Onlar isə tük qoyarlar. Tük, yəni parik deyək. Kitab cümləsi tükdür, parik qoyarlar. O fransızlarda Ludovik zadı görmüşsünüz belə, qeyri-adi saçlar. 2. Üçüncüsü də ki, yəni o tük qoymağı deyək də,
Birincisi əlimizə həna qoymaq, ikincisi saçımızın qırxmağı, hə? Bu ikincisi. Üçüncüsü, papaq məsələsi. Biz papaqla deyil, oturarıq. Onlar isə papaqsız. Yəni, başımıza papaq qoyarıq, birimizdə papaqsız. Bu oldu 3. Biz ayağımıza başmaq geyərik. Onlar isə çəkmə geyərlər. Oldu 4. Biz hər şeyə inanarıq. Amma onlar heç nəyə inanmazlar. Oldu 5. Biz aşkarca peşkəş alarıq. Amma onlar gizlində alarlar. Oldu 6. Bizim qadınlar gödək libas giyərlər, kitab cümləsilədir. Onların qadınları isə uzun libas giyərlər. Bax, bunları deyir. İndi burada uşaqlar təhlillə bağlı məsələyə diqqət edək. Hatəmxan ağanın müsbət tərəfləri çoxdur. Amma testdə düşsə ki, Hatəmxan ağa mənfi obrazlı xeyr. Hatəmxan ağanın müsbət tərəfi təsərrüfatın idarə edir 1, qonaqpərvərdir 2, xeyirxah insandır 3, amma dünyaya baxışında, aləmə baxışında məhdud tərəflər var. Deməli, Hatəmxan ağa tənqid obyektidir. Amma satira yox. Gülşün növlərini yadınıza salın. Satira ifşa edicidir. Yumor isə can yanğısıdır. Yəni, burada buna bir dənə fərqləndirək. Yadda saxlayaq bir dənə bunu. Hatəmxan ağa tənqid hədəfidir. Buradan müəllif bunu tənqid edib ki, sən axı Parisdə olmuyor, Paris haqqında necə danışa bilərsən? Bunu tənqid edib. Desələr ki, satirik obrazdır, xeyr. Müsbət tərəflər çox deyir. Bunun bir dənə tərəfi var, məhdud tərəfi var. Özdə yumşaq xasiyyət kişi idi. Yəni, yumşaq xasiyyəti yumşaq idi, də belə deyək. Deyilənə razılaşırdı, tez razılaşırdı. Amma tənqid hədəfidir. Amma satirik obraz deyil uşaqlar. Yumoristik deyə bilərik. Yəni, burada Gülşün yumorundan istifadə edir. Müəllif istəyirdi ki, bunu da tutaq, düzəltsin. Can yanğısıdır. Hədəfə can yanğısı var. Qayıdaq əsərimizə. Hatəmxan ağa göstərilir ki, Hatəmxan ağadan bu deyəndən sonra həmin bu Monsieur Jordan buna yenidən deyir. Görür ki, razılaşmır da Hatəmxan ağa. Monsieur Jordan deyir ki, mənim qəsdim oldu ki, yəni məqsədim oldu ki, uşaqlar, kitabınızda 2 məqsəd var, burada isə 3 məqsədi sizə deyəcəm, baxın. Biri ümumi məzmunundan anlaşır. 1. Monsieur Jordan deyir ki, mən Şahbaz bəyi aparmaqda məqsədlərim var. Birinci məqsəd. Ümdə məqsəd Frenç dilini öyrətməkdir. İkinci məqsədim var. İkinci məqsədi isə aparıb onu Frencistanda, yəni Parisdə həmin bu ölkənin başçısına, krala təqdim edəcəm. Siz mənə yaxşılıqlar eləmişsiniz. Monsieur Jordan neçə vaxtı ki, burada qalırdı da, Hatəmxan ağanın evində qalırdı. Yeməyi, içməyi, geyimi, keçimi və s. Mən deyir, neçə vaxtı deyir, sizdə qalmışam, mənə elədiyiniz hörmət və yaxşılıqların əvəzi olaraq deyir, aparıram Şahbazı kralın yanına, kraldan bəxşiş alacam, hədiyyə alacam ona. Bu 2 məqsəd. Üçüncü məqsəd əsərimizin belə deyək də, ümumi mənzərəsindən çıxan məqsəd var ki, üçüncü məqsəd oldu ki, əslində Şahbazı aparmaqda üçüncü məqsədi var idi ki, aparıb Şahbaz da onların xalqı ilə tanış olsun. Onların mədəniyyəti ilə, fransızların, parislilərin mədəniyyəti ilə tanış olsun. Adət ənləri ilə tanış olsun. Məqsədi həmin məqsəd idi. İstəyi həmin istəyi idi. Yəni, məqsəd o idi ki, ona görə aparsın. Və burada belə bir də Şahbaz bəy ilə bağlı belə bir məsələni də deyir, Monsieur Jordan. Deyir ki, mən görürəm ki, siz səfəri inkar edirsiniz, Hatəmxan əvvəl edirsiniz, yəni istəmirsiniz getməyi. Amma deyir, sizə bir misal çəkin. Məsələn, mən Parisdən Qarabağa gəlməsəydim, cibindən bir dənə dəftər çıxardım, tutaq dəftəri açdı, dəftərin içərisindən, kağızın içərisindən bir neçə dənə ot çıxardır. Bir neçə dənə ot çıxardır. Və həmin o otları da göstərir. Deyir, əgər mən gəlməsəydim, Qarabağa gəlməsəydim, onda həmin vaxtı deyir, bu otlardan
dünyanın nə xəbər olacaq? Mən deyir, bu otları aparacam və aləmə göstərəcəm. Aləmə, yəni dünyaya. Dünyaya yazacam ki, Qarabağda da belə otlar var. Və burada da bir haşiyə çıxar. Əslində Misir oradan. Qarabağa gəlmək səbəbləri, müəllifin bunu Qarabağa gətirmək səbəblərinin biri odur ki, Azərbaycanın zəngin təbiəti ilə, Azərbaycanın zənginliyi ilə tanıtsın. Ki, Azərbaycan zəngin bir ölkədir. Bunu da demək istəyirdi. Və gəldik növbəti məsələyə. Burada Hatəmxan ağa bundan soruşur ki, Misir Jordandan, sən neçə vaxta qədər Şahbaz bəy, yəni gedib gələ bilər? Misir Jordan deyir ki, bir ildən ziyadə, ziyadə çox deməkdir. Bir ildən ziyadə çəkməz, yəni bir ildən artıq çəkməz, bir ildən çox çəkməz, gedib gəlməli. Hatəmxan ağa razılaşır, üzün çevirir arvadına tərəf. Bayaq deyirdi ya, arvad arada oturmuşdu sağında. Üzün çevirir arvadına tərəf. Arvada deyir ki, arvad deyir. Gəl, deyir, icazə verək, getsin, deyir. Əgər deyir, yəni icazə verməsək, deyir, əslində əsərin bütövündə belədir, deyir. İcazə verməsək, minər atı, keçər Arazın otayına. Sonra Şahbazı hardan taparır? Həm qardaşın oğlu idi, həm də kürəkən idi, belə deyək. Bunu da dedim ki, təhlildə bizə lazım olacaq. Yəni Şahbaz biraz tərs idi. Əmsi icazə verməsəydi, gedə də bilərdi. Ona görə arvada deyir ki, arvad, bir il nədir ki, deyir, papağı fırlatsan, gəlib keçəcək. Bir il nə olan şeydir, deyir, papağı fırlatdın, gəlib keçəcək. O icazə verək, geçsin, deyir. Biz də o gələnə qədər, deyir, toy tədarükümüzü eləyərik. Görək Şəhrəbanu nə deyir? İkinci məclisi də bitirirəm. Şəhrəbanu buna deyir. Qalxır ayağa, çığıra-çığıra. Qoyaq dedim, yaman arvad. Çığıra-çığıra deyir ki, mən qoymaram ki, geçsin, deyir. Mən qoymaram ki, deyir, geçsin, deyir. Mənə lazım deyil, deyir, onun, deyir, mərifət kəsb eləməyi. Parisə getməyi də lazım deyil. Mənə lazım deyil, onun elm, mərifət kəsb eləməyi deyir. Mənə kraldan bəxşəyiş də lazım deyil, deyir. Qoymaram onu geçsin, deyir. Orada da baxın, yəni ötkəm arvadı idi. Yəni kişi yumuşaq təbiətli idi, amma Şəhrəbanu isə ötkəm xarakterə malik idi. Yəni deyir ki, qoymaram geçsin. Və bu ikinci, belə deyək, əsərimizdə bu ikinci pərdədir, yəni ikinci məclisin sonudur. Və burada göstərilir ki, artıq, burada belə deyək də, artıq düyün nöqtəmiz, sonraki hadisələrin necə olacağı artıq bilinmir. Yəni bilinmir ki, necə olacaq, hansı cür olacaq. Və keçirik üçüncü məclisə. Ən kiçik üçüncü məclisdir, baxın. Üçüncü məclisdə göstərirlər ki, yenə həmin damdır, yəni həmin evdir. Damın bir tərəfində oturub Şəhrəbanu, ana. Şərəfnisə də yenə yun darlayır. Yadınıza salın birinci pərdənin. Birinci pərdədə də Şərəfnisə yun darlayırdı. Üçüncü pərdədə də Şərəfnisə yenə yun darlayır. Yenə ölçü ilə məşğul, yun darlayır. Bu vaxtı qapı açılır, gələn Xampəri olur. Xampəri yadda saxlayın. Bizim yəni kitabda Xampəridən birinci, ikinci pərdədə söhbət getmir. Üçüncü pərdədən söhbət gedir. Xampəri kim idi? Xampərin 40 yaş var idi. Xampəri Şərəfnisənin dayəsi idi. Xampəri gəlir. Xampəri gəlir, arvad Şəhrəbanu buna deyir ki, gəl Şahbazı Parisə getməməyinə bir dənə əlac elə. Ki, Şahbaz Parisə getməsin, buna bir dənə əlac elə. Burada həmin bu obrazımız, yəni Xampəri, deyir ki, belə bir məsləhət görür. Bizim qonşuluqdan, İranlı Ağcabədi kəndindən, Qızılbaşdan gələn dərviş var, Məstər Şah. Həmin dərvişdir, onun cadusu var, sehri də. Cadusunun təsirindən istifadə eləyək, onu yəni çağıraq. Bunlar razılaşırlar ki, kimi çağırsınlar? Məstər Şahı çağırsınlar. Dərviş Məstər Şahı çağırsınlar. Çünki 20 gündən sonra toy olacaqdı. Şahbaz bəy də 10 gündən sonra gedəcəkdi. Getmək fikirləri var idi. Ona görə istəyirdi ki, bunları çağırsınlar.
Və bunlar söhbətin məqamında Şahbaz bəy gəlir içəri. Şahbaz bəy gəlir, təbii ki, nişanlısının yanındaydı. Nişanlısına gəlir, şərəfnisiyə deyir ki, qadan alım, şərəfnisiyə deyir. Görün, necə mehriban oğlandır. Bəli, deyir ki, qadan alım deyir. Sən buna müraciətlə baxın. Deyir, sən deyir, gördün də deyir, əmi dostumu. Yəni, qızın anasını üçün deyir. Əmi dostum deyir, gördün də deyir, nə tər tufan elədi deyir. Nə tər tufan elədi. Qonağımızın Monsieur Jordan'ın yanında deyir. Monsieur Jordan'ın yanında. Əmmi deyir, əmmin üstə nə tər çığırdısa. Əmmin üstə çıxırmışdı da. Özdə deyir, məni də deyir, əmi dostum hədələdi. Bunu da hədəliyib. Bəli, bunu da hədəliyib. İndi görək qız nə deyir, Şərəfnisə, 16 yaşlı Şərəfnisə nə deyir. Şərəfnisə deyir ki, yaxınlaşır, gedir bir neçə dənə kağız parçasını çıxardır, gəlir, yəni şəkilli olanı. Gəlir buna deyir ki, sən bu deyir bu şəkilləri mənə göstərib demədin ki, Parisdə qızlar, gəlinlər, oğlanlarla bir yerdə oturub söhbət edirlər. Bunları mənə demədin. Demədin ki, Parisdə qızlar, gəlinlər belə gözəl olur. Bunları mənə demədin, buna deyir. Görək, Şahbaz bəyə baxın. Əsərimizdə maarifpərvər gənc insandır. Maarifpərvərdir, ha. Təhsilə önəm verib, yenilikçi obrazdır Şahbaz bəydə. Yenilikçi obrazdır. Deyir ki, baxa, vallah deyir, and içirib, bayaqlarda yalandan and içmiş daha şərəflisə. Bu burada doğrudan deyir. Vallah deyir, mənim deyir, Parisə getmək səbəbi şəkillər, yəni qızlar, gəlinlər deyil deyir. Mən istəyirəm ki, mənim deyir həmyaşıdlarım, ad qazanıblar, qulluq eləyiblər, xoşbəxt olublar, mənim həmyaşıdlarım. Məni isə adsız, sansız qalmışam bu qamışlıqda. Bunu yadda saxlayın, işarələyək. Deməli, Şahbaz bəy yaşadığı mühiti qamışlıq adlanır. Halbuki neçə dil bilirdi? 4 dənə. Yəni, belə deyək də, bizim kimi, yəni 4 dənə dil bilirdi. Yəni, bunu təbii ki, məcaz dedim, dırnaq arası dedim. Yəni, burada dediyim odur ki, 4 dənə dil bilirdi, amma yenə də oxumağın tərəfdarı idi. Qamışlıq adlandırırdı bu yeri. Görək, qız nə deyir buna? Deyir ki, yalan deyirsən, deyir. Yalan deyirsən. Birincisi deyir, xoşbəxt olmaq, xoşbəxtlikdən söhbət gedirsə, deyir. Bizim ətrafımızda deyir, xoşbəxt olanlar, yəni ətrafında ata, anası, xoşbəxt olanlar deyir, hərəsi başqa cür xoşbəxt olurlar. Yəni, qız demək istəyir ki, hamı vəzifəyə, qulluğa gedəndə xoşbəxt olur, onu demək istəyir. Xeyr, hərə bir cür xoşbəxt olur. Deyirlər, bizim ətrafımızda xoşbəxtlər, hərəsi bir cür xoşbəxtlər. Gərək vəzifəyə gedəsən, qulluğa gedəsən. Oğlan buna, Şahbaz deyir ki, mən deyir, qulluğa ona görə, niyə görə gedmək istəyirəm? Şöhrətimə görə, adıma görə. Çünki mənim taykuşlarım hamısı gedib qulluq eləyiblər. Amma mən qalmışam kənarda. Qız buna deyir ki, ən yaxşı qulluq eləmək istəmirsən, get Tiflisdə qulluq elə. Başqa şəhərlərdə qulluq elə. Elə bir yerə get ki, bizim əlimiz çatsın, ünümüz yetsin bizim. Elə bir yerə get deyir. Axı, bizə Parisdən nə gələn var, nə gedən. Parisə ünümüz çatmır, səsimiz yetmir də bizim. Oğlan buna, Şahbaz deyir ki, düz deyirsən deyir. Amma deyir, insanı bir vəzifəyə, yəni qulluğa qoymaq üçün bir vasitə lazımdır. Biz dayday deyirik də. Onlar vasitə deyirlər, vəsilə, vasitə. İnsanı qulluğa qoymaq üçün nə lazımdır? Vasitə lazımdır, vəsilə lazımdır. Bizim dilləmçi dayday lazımdır. Məni deyir, Tiflisdə, başqa şəhərlərdə tanıyan kimdir ki deyir. Amma bizim bu deyir, Monsieur Jordan, yaxşı adamdır. Yəni, mənimlə də dostdur. Bunu yadda saxlanın, dostdur ha, təhlillərdə düşür bu. Monsieur Jordanla Şahbazın dostluğu düşür. Bir yaxşı adamdır deyir. Məni də sevir deyir. Kitab cümləsidir. Məni də deyir, sevir deyir. Özü də deyir, evimizdə olur da, yəni məni də sevir. Ailəmizə də hörməti var deyir. Məni aparar deyir, kralla tanış eləyər, bəxşeyiş alaram və mən də tanınaram və istənilən bir yerdə də ad, san qazana bilərəm. Bunu deyəndə, elə bunların söhbəti davam eləmək istəyəndə Hatəmxan ağa həyətdən
qaim səslər. Qaim sözünü işarə eləyəsiniz. Qaim möhkəm deməkdir, davamlı deməkdir. Möhkəm səslə Hatəm xan ağa çağırır, Şahbazı çağırır. Və 3-cü məclisimiz burada bitir. Gəldik sonuncu məclisə, 4 məclisdən ibarətdir. 4-cü məclisdə göstərirlər ki, artıq belə deyək də, axşamı keçib, və qaranlıq bir yerdir, belə deyək, indiki dinləndirsək, damı yazıblar, yəni zirzəmidən. Padval deyirik də, Rusçası padval deyirik, yəni zirzəmidədirlər. Kimlərdir? Şəhrabanu, Şərəfnisə, Xanpəri. Gəlin, bu obrazların da təhlilində bu qadın obrazları uşaqlar. Tezdə düşsə ki, mənfi obrazlardır, xeyr, mənfi obraz deyil. Bu surətlər satirikdirmi? Xeyr, satirik də deyirlər. Amma mənfi tərəfləri var. Mənfi tərəfləri var. Amma müsbət tərəfləri çoxdur. Qonaqpərvərdilər, xeyirxahdılar, sadəlövdülər, avamdılar, fanatizm, fanatikdilər. Yəni, hər şeyə inanırlar. İndi inanmağını da deyəcəm. Bunlar deməli 3 dənə qadındır. Bir də görürlər ki, qapı döyüldü. Baba dərviş gəldi. Yəni, Məstər Şah. Əsərimizin yeganə satirik qəhrəmanı Məstər Şahdır. Satirik qəhrəmanı Məstər Şahdır. Məstər Şah gəldi. Gəldi, birinci salam verdi. Salamun aleykum. Burada xanım Şəhrabanu dedi, əleykum əssalam baba dərviş. Buyur, xoş gəlmişsən, keç otur. Baba dərviş gəldi. Deyir, xanım, mənə görə nə qulluğunuz? Yəni, mənə nə deyim, əslində əvvəldən bilir daha. Mənə görə nə qulluğunuz? Şəhrabanu deyir ki, bizim Şahbaz, orada Şahbaz olmur ama, bizim Şahbaz, qonağımız Monsieur Jordanla Parisə getmək istəyir. Monsieur Jordan onu Parisə aparmaq istəyir. Mənim bu oturan, yanındakı qızı göstərdi, öz qızı, Şərəfnisəni. Mənim bu oturan gül üzlü qızım, 20 gündən sonra toy olacaq qızım, gözü yaşlı qalır. Biz Hatəm xan ağa ilə, özü deyir, Şahbaza nə qədər yalvardıq ki, getmə, amma deyir ki, mən gedəcəm. Biz istəyirik ki, Şahbaz hara getməsin? Şahbaz bəy hara getməsin, Parisə getməsin. Və Monsieur Jordan da bu fikirdən əl çəksin. Bunu deyir, baba dərviş deyir ki, əslində burada belə deyək də, biraz əvvələ deyim, bir şey də deyim, yadda qalsın, işarə eləyərsiniz kitabda. Şəhrabanu buna deyir ki, bu deyəcəyim iş bir cüzi, yüngül bir işdir. Amma baba dərviş deyir ki, xanım, bu cüzi, yüngül işdir deyil, ağır, böyük bir işdir deyil. Mənim cadumun əsəri, əsər burada təsirdir. Cadumun əsəri ya Parizin başında partlayacaq, ya da Monsieur Jordanın. Şəhrabanu deyir ki, nətər yəni Monsieur Jordanın başında partlayacaq, nətər yəni Parisin başında partlayacaq, yəni nə demək istəyirsən? Burada əslində 3 dənə şərt demişdi. Yəni kitabın bütöv variantında Monsieur Jordan 3 dənə şərt demişdi. İndi Monsieur Jordan deyir, mən əgər deyir, Şahbaz bəyin bədəninə bir cin müsəllət eləsəm, müsəllət yəni salsam, Şahbazın deyir, bədəninə bir cin müsəllət eləsəm, bir cin salsam, Şahbaz deyir, cavan adamdır. Ona xəstəlik toxunar, azar olar, ya da çolaq olar, şikəst olar yəni. Şəhrabanu qayıdır deyir ki, biz baba dərviş deyir, biz istəmirik ki, Şahbaz bizim gözümüzdən kənarda olsun deyir. Sən nə danışırsan deyir. Biz istəyirik ki, Şahbaz getməsin. Şahbazın bədəninə cin salmaq nədir? Onsa baba dərviş bu variantı elə belə deyirdi. Bilir ki, heç kəs bu variantı seçməz də belə deyək. Bu şərti heç kəs seçməz. Bunu çıxdı. Və deyir ki, onda təbii ki, 2 dənə şərt qalır da yerdə qalan. Ya Paris dağılacaq, ya da Monsieur Jordanın baba dərviş deyir. Mərrix ulduzuna, kitabda işarə eləyəsiniz, Mərrix ulduzuna deyəcəm. Monsieur Jordanın boynu vurulacaq. 2 dənə şərt var burada. Yalnız 2 dənə şərt var, belə deyək. Və danışdığımız məqamda təbii ki, burada qadın buna inana bilməz ki,
durduğun yerdə Parisi altın üstünə çevir, ya da Misir Jordana, ulduza deyirsən, Misir Jordanın boynunu kəsir, yenə özü kəssə inanar. Arvad buna inanmır, deyir, baba dərviş, bu necə ola bilər? Yəni şübhəli yanaşır. Baba dərviş deyir ki, pəh deyir, bu mənim işimdir, şübhəyə yer yoxdur. 11 il bundan əvvəl, neçə il əvvəl? 11 il bundan əvvəl mən deyir, Arazın qırağındaydım. Naxçıvandan və Şərurdan keçib, İrəvana getmək istəyirdim. Məni Naxçıvanın, Şərurun əhalisi məni qoymadı gedəm. Yəni, mənə icazə vermədilər. Mənə deyirlər ki, təzkirə sənəd deməkdir. Sənədin yoxdur. Nə qədər dedim, aşağı getdim, yuxarı getdim, mənə icazə vermədilər. Axırda deyir, əsəbləşdim, Naxçıvanla Şərurun damlarını, yəni evlərini altın üstünə çevirdim. Yəni, yerdən geçsən elədim axsın. Yalan deyir. Həmin vaxtı zəlzələ olmuşdu Naxçıvanda. Onu öz adına çıxardı Baba Dərviş. Deməli, Baba Dərviş pırıldaqçıdır. Pırıldaqçı adamdır. Cəmaatı alladır da. Sonra görün özün nə tərtərdir. Mən deyir, Murova desəm, Murov yəni dağın adıdır. Qop mazmı, yəni ağzı nədir? Belə deyək də bizim dillər. Mən deyir, Araza axma desəm, axar mı? Yəni ağzı nədir axsın? Yəni güya bu hamısını belə deyək də idarə edir. Bu idarəçi güya budur. Və bunu deyəndən sonra təbii ki, qərar verilməli idi. Burada kişi soruşur, yəni Baba Dərviş soruşur ki, nə vaxt gedəcək? Misir Jordanla Şahbaz nə vaxt gedəcək? Deyir ki, Şəhrabanın deyir ki, 10 gündən sonra. Şəhrabanın deyir ki, 10 gündən sonra gedəcək. Yaxşı, onda görün nə deyir Baba Dərviş? Baba Dərviş deyir ki, mən onda Parisin heykəlini quraram və cinlərə, şeytanlara, divlərə tapşıraram ki, Parisin altını üstünə çevirsin. Parisin altını üstünə çevirsin deyir. Mən bunları tapşıraram deyir. Və həmin o cinlər, divlər deyir, gəlib özü xəbər çatdırarlar. Kimə? Xəbər çatdırarlar Misir Jordana və Misir Jordan da bu fikirdən əl çəkər. Ki, yəni Paris dağılır, Misir Jordan da getməyəcək. Arvad deyir ki, Şəhrabanı, biçarə Parislilər, biçarə yəni çarəsiz. Biçarə Parislilər bizə heç zad eləmiblər axı. Onların günahı yoxdur. Əslində günahkar, bizim bu Şahbazı yoldan çıxardan kimdir? Misir Jordandır. Misir Jordanın boynu vurursun. Arvad deyir bunu. Görək nə deyir buna qız? Şərəfinisə deyir ki, can ana, anacan. Bax, maması nə tərcih. Deyir, anacan deyir. Anacan. Mən deyir, ölərəm, qoymaram ki, Misir Jordanın boynu vurursun. Misir Jordan qonağımızdır, yaxşı adamdır. Hər gün Şahbazla mənə müxtəlif çiçəklər, müxtəlif güllər göndərirdi deyir. Mən ölərəm deyir, qoymaram ki, Misir Jordanın boynu vurursun. Arvad qalır ki, neynəsin? 2 dənə şərtdən birini seçməlidir də, başqa neynəsin? Arvad, yəni Şəhrabanu xanım, axırda fikirləşir, deyir ki, düz deyirsən, Misir Jordan qonağımızdır, yaxşı adamdır. Bunun bir dənə taksiri var, o da Şahbazı yoldan çıxardır, hara aparır? Parisə aparır. Onda qərar verək, Parisin altını üstünə çevir. Buna deyirlər, Baba Dərviş. Baba Dərviş, yəni xampəri olur orada, yəni dayəsi. Xampəri ilə uşaqlar yaş fərqi 10 yaşdır. Baba Dərvişin 50 yaş var, xampərin 40 yaş var. Görək xampəriyə necə müraciət edir, bildirim. Xampər xala, ged oradan deyir, şagirdim Qulaməliyə deyirəm ki, atın üstündən xurcunu gətirsin. Bu da gedir, bu başlayır, geriyə gəlir, Qulaməli əlində xurcun, taxta parçaları olur, götürür, gəlir atın üstündən. Gəlir, girir içəri, İçəri Qulaməli girir və xampəri də gəlirlər içəri, artıq içəridə olurlar 5 nəfər. 5 nəfər olurlar. 3 qadın, Qulaməli, bir də Baba Dərviş 5. Burada başlayır alimlik eləməyə, dırnaq arası alimlik eləməyə. Baba Dərviş özü Qulaməli ilə farsça danışır. Şəhrabanı soruşur ki, Baba Dərviş nə deyirsən? Baba Dərviş belləri, gözəl gizlin danışırlar ha. Baba Dərviş belləri, məhsər oxuyuram, yəni sənəd oxuyuram. Ki, işimiz avand olsun, kitabda məhzərdir. Yəni, dua oxuyuram, sənəd oxuyuram ki, işimiz necə geçsin? İşimiz avand olsun.
Yalandan deyir. Orada əslində fars dilində Qulaməliyə deyirdi ki, biz bunları yalandan alladırıq da. 10 gündən müddətdir. Mən minəcəm atı, qızılları alandan sonra bunlardan, arvadlardan qızılları alandan sonra. Minəcəm atı, çıxıb gedəcəm, arazı keçəcəm o üzə. 10 gündən sonra məni kim tapacaq? Yəni, deməli bu adam fırıldaqçıdır, yalandan deyilmiş. Parzi partladacaq. Durduğun yerdə parzi partlatmaq olar. Bu mümkün olan bir şeydir. Ona görə həmin məqamda bu da əlində olan taxta paralarını yığır bir yerə Baba Dərviş. 12 dənə taxta parası güya balaca evciklər düzəldir. Evciklər düzəldir və düzəldir qutarandan sonra başlayır arvada deyir ki, xanım deyir, divlərin ənamı hardadır, yəni hədiyyəsi hanı? Arvad deyir ki, Şəhrabanı, nə qədər deyir verəcək? Arvada deyir ki, Şəhrabanıya, xanım, öncədən nə qədər vədələşmişiksə, yəni sövdələşmişiksə, öncədən deməli bunlar danışıblar. 100 bacaqlı. Şəhrabanı deyir ki, Baba Dərviş çox olmadı mı? Baba Dərviş deyir ki, 1000 tümənə, tümən pul vahid olub, 1000 tümənə dəyən şəhəri, yəni parsı dağdırır, sən 100 bacaqlının ardındasan, 100 bacaqlı nə olacaq? 100 bacaqlı harda? O da yəni qızıl pul vahididir. 1000 tüməndə, tüməndəki ən yüksək pul vahidi olub. 1000 tümənə dəyən deyir, şəhəri dağdırıb, sən 100 bacaqlının söhbət deyirsən də öz dilimizdən desək. Şəhrabanı xanım şərəfnisiyə deyir ki, get sandıqcanı gətir, pul sandıqcası. Deməli, pullar sandıqca olur. Bu bizdə yəni döşəniz adı altında olduğu kimi. Yəni bunlarda harada olur? Sandıqcada olur. Sandıqcanı açır. Baxırlar ki, 100 bacaqlı pul var. Şəhrabanı deyir ki, elə bütün pulları qutardıq ki, buradan toy tədarükünə pulumuz qalmadı. Şərəfnisə deyir ki, narahat olma. 1-200 dənə toğlu satarıq, yəni qoç qoyun satarıq. Toyun pulu çıxar. Deməli, bunların sürüləri var. Arvad deyir ki, o bizdə deyirlər, bırnımızın, gözümüzün, başımızın sadaqası olsun. Yəni 100 bacaqlı nə qədərsə, qızıl pul. Baba Dərviş 100 bacaqlını alır, əlinə alır bir dənə kitabça açır, indi yalandan oxuyur. Və başlayır deməyə. Paris şəhəri Əqrəb bürcünün təsiri altındadır. Bu bürcün təsiri altında olan şəhər daim xətada olacaq, başı bəlalı olacaq. Başlayır uşaqlar oxumağa, yalandan da püləməyə, püf eləməyə, üfləməyə. Və başlayır, ya Məlixa, ağzına gələnlər deyir də, ya Səlixa, ya Bəlixa eləyir, əlində də dəyənək olur. Yəni çubuq olur da, dəyənək, kitab bilməzdə. Əlində dəyənək olur, qaçır o yüzden, turlanın üfləyə, həmin o düzəltdiyi taxta paralarına bir dənə vurur. Vurur, deyir ki, mən dağıtdığım kimi, güya cinlərə, şeytanlara, divlərə deyir ki, mən dağıtdığım kimi Paris şəhərdə alt üst eləyir. Vurur, bunlar hamısı dağılır yerə. Dağılır, qadınlara deyir ki, Paris dağıldı. Razı qaldınız. Bunlara deyir, qadınlar deyir, nə deyəcək? Elə bu vaxtı qapı möhkəmcə döyülür. Həmin bu dənə bu səhnəni deyir, birdən yadımdan çıxar uşaqlar. Baba Dərvişin o hazırlıq şey eləməyi, Parisi dağıtmaq üçün gördüyü işlər əsərin kulminasiya nöqtəsidir. Əsərin ən yüksək nöqtəsidir, kulminasiya nöqtəsidir əsərin. Qapı döyülür, görürlər ki, Müsür Jordanın səsi gəlir. Müsür Jordan Hatəmxan ağa Şahbazı çağırır. Qadınlar qorxurlar, hərəsi bir tərəfə qaçır, biri o üzə, biri bu üzə. Baba Dərviş taxta paralarını yığır xurcuna, qaçır, gizlənir, pərdənin, belə deyək də, yük yerində, pərdənin ardında gizlənir. Gizlənin oradakı, yəni, belə deyək də, heç kəs bunu görməsin. Və burada Şəhrabanı gedir, qapını açır, yadda saxlayaq, qapını açır, görür ki, Müsür Jordan çox pis vəziyyətdədir. Müsür Jordana deyir ki, nə olub, nədir? Bu da deyir ki, bəs Hatəmxan ağanı, Şahbaz bəyi tez çağırın. Tez çağırın onları. Harda dolar? Yerin soruşur. Hanı deyir Hatəmxan ağa, hanı deyir Şahbaz bəy? Bu da deyir ki, onlar İlxiyə gedmişdilər. Yəni, sürüyə gedmişlər. At sürüsünə, İlxiyə gedmişlər baxmağa.
Hatəmxan ağa ilə Şahbaz yorulublar, gəliblər Şərəfnisənin damında, otağında yorulub yatıblar. Deyir, belə deyir. Və bu da deyir ki, tez əlin onu çağırın. Hatəmxan ağa ilə Müsyo Jordan deyir. Şahbazı tez əlin oyadın, çağırın onları. Şəhrabanı soruşur ki, həkim sahib, nə olur, nə var, nə olur? Müsyo Jordan deyir ki, Paris dağıldı, Tülyeri yıxıldı. Uşaqlar, Tülyeri nədir? Bir haşiyə çıxaq. Tülyeri əslində Parisdə olan saray adıdır. Tülri saraydır. T-Ü-İ-L-R-I. Tülri saraydır. Sarayın adıdır. Məşhur saraydır Parisdə. Sarayın adıdır. Və burada sadəcə təhrif olunmuş formasıdır. Tülyeri deyirlər. Deyir, Müsyo Jordan deyir, Paris dağıldı, Tülyeri yıxıldı, Fransa məhv oldu. Bunları deyir. Allah deyir ki, bu nə deyir? Yəni, Paris nətər dağıla bilər? Yəni, necə ola bilər də? Yəni, bu nətər ola bilər? Bu təzədən deyir ki, bunları eləyən sehirdir. Müsyo Jordan deyir, oy, arvad sehir adını eşitir. Deyir, nətər yəni sehir? Necə yəni sehir? Məyər deyir, sehirdən şəhər dağlar, arvad bilərəkdən deyir, bunu. Kişi də deyir, əlbətt, Müsyo Jordan deyir, əlbəttə deyir. Bu kişinin Müsyo Jordanın işlətdiyi sözlər var. Məsələn, Paris dağıldı, deyir, o, Le Monde, ey mənim tanrım da belə deyir, bizim dillər desək, nidada. Sonra deyir, Dimaj Paris. Dimaj sözündə yazanda yazıq yazarsınız. Yazıq deməkdir. Yazıq Paris, Dimaj Paris. Fransızca bu. Fransız dilində deyirlər. Dimaj Paris, Le Monde, ay tanrım, ey tanrım. Bunları deyir. Ey tanrım, bunları deyir. Və təbii ki, arvad bu sehir sözünü eşitir, yəni fikirləşir ki, bu necə ola bilər, necə sehirdən dağıla bilər? Deyir, bəyər sehirdən də deyir, şəhər dağıla bilərmi? Bu da deyir, bunları törədən şeytanlardır, əzinələrdir, yəni cinlərdir, bunları eləyən, tez əlon Hatəmxan ağa ilə Şahbaz gəlsin. Və Hatəmxan ağa ilə Şahbaz da gəlir, bunlar deyirlər, tez tələsi çıxırlar ki, bu nə səs-küydür burada olan? Bu səs-küydən gəlirlər. İkisi də gəlir, Hatəmxan ağa soruşur ki, nə olub deyir, nə baş verib? Bu da yenə həmin cümlələr işlədir ki, Paris dağıldı, Tülyeri yıxıldı, Fransa məhv oldu, kral avara düşdü, yəni kralları qaçıb. Louis Philip'dən söhbət gedir. Louis Philip. Kral qaçdı, bunlar deyir və burada yadda saxlayaq, xüsusi bir yaddaş kimi yadda saxlayaq. Əslində, həmin vaxtı Fransada inqilab baş verib. Şəhər alt-üst olub, uşaqlar. Fransada həmin vaxtı nə baş verib? İnqilab baş verib. Sadəcə baba dərvişin planı ilə, qurduğu planla, fırıldaqla üst-üstə düşüb. Fransadakı olan hadisə. Bəs yaxşı, soruşa bilərsiniz ki, bu Müsyo Jordan bunu hardan bilir? Telefon yoxdur ki, kimsə zəng eləsin. Müsyo Jordanın dilindən bilirik. Müsyo Jordan deyir ki, Təbrizdə yerləşən İngilis konsulundan sizin divanbəyiniz, mənə deyir sizin divanbəyiniz, kağız yazıb. Təbrizdə yerləşən İngilis konsulundan sizin divanbəyiniz, İngilis konsulundan sizin divanbəyiniz deyir kağız göndərib. Yəni kağız yazıb göndərib. Ki, yəni belə bir hadisə baş verib. Və çapar, özün Londona vacib sənəd aparacaq. Arazın otayından çapar, Londona vacib kağız aparacaq. Londona vacib kağız aparacaq. Və həmin o çapar məni gözləyəcək. Mən də 12 saat müddətində həmin yerə getməliyəm. 12 saat, yəni vaxtım var da mənim. Məni Hatəmxan ağa ilə Şahbaz bəy aparsın. Yəni, ora aparsın. Ora aparmalıdır. Və həmin o Arazın otayında da həmin o çapar məni gözləyir. Və mən də özümü çatdırmalıyam kimə? Krala. Fransa kralına. Çünki Fransa kralı taxtdan düşüb, inqilab nəticəsində taxtdan düşüb, özü də Londona qaçıb. Yəni, mən özümü ona çatdırmalıyam. Krala çatdırmalıyam. Bunu deyir, az qalıb bitiririk. Və bu deyilən vaxtı, təbii ki, Hatəmxan ağa da bunların səbəbini soruşur ki,
nə səbəb olub? Parisi yəni kim dağıdıb? Necə dağılıb? Bu da deyir ki, cinlər, şeytanlar. Yəni təbii ki, bu cinlər, şeytanlar dağıtmaz. Bu adam mənasında deyilmişsiniz oradan. Amma burada olan qadınlarımız Şəhrabanu şərəflisə də nə başa düşürlər? Baba dərvişin elədiyi başa düşürlər ki, bunlar eləyib onu. Elə anlayırlar. Və təsəvvür edin ki, bunlar elə başları qarışıb ki, hazırlaşıb geçsin, Şəhrabanu dediyinə baxın. Şəhrabanu Müsyo Jordandan soruşur ki, deyir Müsyo Jordan, həkim sahibdir. Şahbazı da özünlə aparırsa, hə, Müsyo Jordan deyir ki, mən öz başımı qoyacaq yer yoxdur, şahbazı özümlə hərə aparım. Və burada yığılışırlar, Hatəmxan ağa, şahbaz qarşıda, Müsyo Jordan bunların ardınca gedir, Müsyo Jordan bunların ardınca gedir. Və bunlar buranı tərk edirlər. Bunlar gedəndən sonra Baba Dərviş də buranı tərk edir, yəni qasır gizlənir, yəni belə deyək. Baba Dərvişin planı baş tutur uşaqlar. Baba Dərviş ifşa eləyən olmur, amma Baba Dərvişin burada qalib gəlməyi uşaqlar zahiridir. Yəni Baba Dərviş zahiri şəkildə qalib gəlir. Baba Dərviş zahiri şəkildə qalib gəlir. Üzdə yəni qalib gəlib. Amma əslində burada əsərimizdə nadanlıq tənqid olunub, avamlıq tənqid olunub, fanatizm tənqid olunub, ətalət tənqid olunub, cahillik tənqid olunub əsərimizdə. Bunlar tənqid olunub. Və bu hissəni də dedim, əsərimizdə uşaqlar belə deyək, burada həmin yerdə pərdə salınır, 4-cü məclislə bitir. Bir-iki də cümlə təhlildən deyib uşaqlar, təhlildə də yadda saxlaya bilərsiniz. Əsərdə müəllif demək istəyib ki, dünyavi elmləri oxuyun. Gənclərə deyib ki, dünyavi elmləri oxuyun. Avropa mədəniyyətinə yiyələnin. Bunları demək istəyib. Əsərimizdə uşaqlar satirik bir qəhrəmanımız var, o da Məstər Şahdır. Məstər Şah ifşa olunmur, Məstər Şahın heç kəs o fırıldaqçılığın eləyə bilmir, üstün aça bilmir və Məstər Şah qaçıb çıxıb gedməyə belə nail ola bilir. Amma bu zahiridir. Və əsərimizdə belə deyək, qalan qadın obrazlarımız müsbət qəhrəmanlardır, amma tənqid obyektlərdir, amma satirik deyirlər, onu yadda saxlayaq. Satirik obrazlar deyirlər. Hatəmxan ağada məhdud tərəfləri var idi görüşlərində. O da mənfi obraz deyildi, satirik obraz deyildi və mənfi obrazlar deyildi. Sadəcə məhdud tərəfləri var idi. Tənqid obyekti saya bilərsiniz, bunu da belə.